Sen de efirində bir dəfə bir açıqlaman oldu və bu sosial şəbəkələrə yayıldı. Müğənnilərə sərt ismarış göndərdi ki, bura gələndə gecikməyin, vaxtında gəlin. O sözü mən də demişdim bir dəfə. Hamı məni qınadılar. Heç bir cəsarət tap bir müğənni sənə zəng vurub dedi ki, mən sənin efirə gəlməyəcəyəm. Əksinə, ən çox da gəlmək istəyən hamı da mənim efirimə idi. Və mən də onu düzgün dedim. Bu kanal, əgər hansısa bir kanalda çalışırsan, bu nə mənim atamın kanalıdır, nə sənin atamın kanalıdır. Burada veriliş başlayır 8-də evindən tez çıx, ya gəlmə, nə gələ bilmirəm. Əgər götürmüsənsə boynuna, vaxtında gəl. Mən 2 saatlıq efirimi sən necə düşünürsən aparım? Əgər sən gəlib mənim efirim başlayırsa 6-da, 7-də efirə gələcəksənsə, elə də qayıdıb çıxıb gedəcəksən. Mənə sən lazım deyilsən. Oldu mu yola saldığın müğənnilər? Əslində olmalıydı, olmadı. Saldı rəhimli bir vəziyyətimə, rəhimimdən Kim idi o, mən baxmadım. Deməyək. Amma cəmaət gördü də o gecikib efirə. Təbii ki, Onda 45 dünən də dəqiqə daha gecikdi. güclün olmuyor. Yox, deməyək. Yaxşı deməm, amma o efirdə bilindi də ki, bu gecikib 1 saat belə. Təbii ki, hələ mən efirdə də onun özünə söylədim.